Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DIM test vəsaitindən frazeoloji birləşmələr haqqında olacaqdır. Birinci sual. Hansılar sinonim frazeoloji birləşmələrdir? Adı dildən dilə düşmək, ağızdan ağza gəzmək, məşhurlaşmaq mənasında bəli, bir-birinə yaxın frazeoloji birləşmələrdir. Könlündən keçmək, ürəyi istəmək. Bu da sinonim frazeoloji birləşmələrdir. Başa düşmək, baş çəkmək. Sinonim deyirlər. Özündən çıxmaq, hirsi başına vurmaq, əsəbləşmək mənasında bir-birinə sinonim frazeoloji birləşmələrdir. Get-gələ salmaq, xəcalət çəkmək, bunlar sinonim deyirlər. Cavabımız olur D variantı 1, 2, 4. İkinci sual. Frazeoloji sinonimləri müəyyən edin. Bel bağlamaq, boynundan atmaq sinonim deyirlər. Gözə gəlmək, başa gəlmək sinonim deyirlər. Əldən düşmək, gözdən düşmək sinonim deyirlər. Ürəyi düşmək, gözü götürməmək sinonim deyirlər. Haldan düşmək, nəfəs kəsilmək, yorulmaq anlamında bir-birinə sinonimdirlər. Cavabımız olur Y variantı. Üçüncü sual. Hansılar frazeoloji sinonimlərdir? Zəhləsi getmək, yola getmək, xeyir. Yuxusu gəlmək, yazığı gəlmək, xeyir. Canına üşütmə düşmək, işə düşmək, xeyir. Vəcdə gəlmək, şövqə gəlmək bir-birindən sinonim frazeoloji birləşmələrdir. Cavabımız olur D variantı. Dördüncü sual. Frazeoloji birləşmələrdən biri aldatmaq mənasına uyğundur. Aldatmaq yəni ki, gözə kül üfürməkdir. Cavabımız olur Y variantı. Beşinci sual. Frazeoloji birləşmələrdən biri sevinmək mənasına uyğundur. Sevinmək qanad açıb uçmaqdır. Cavabımız C variantıdır. Altıncı sual. Frazeoloji birləşmələrdən biri mürgüləmək mənasına uyğun gəlir. Mürgüləmək yəni gözünün acısını almaqdır. Cavabımız B variantıdır. 7-ci sual. Frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilməmişdir. Qılığına girmək, qəlbinə yol tapmaq bu düzgündür. Ağzına su almaq, ağzını qıfıllamaq, yəni susmaq anlamında düzgündür. Gözü ayağının altını görməmək, göylə getmək düzgündür. Ürəyini qırmaq, yəni bu qəlbini qırmaqdır. Ürəyi düşmək, amma qorxmaq mənasındadır. Bunlar bir-birindən sinonim deyirlər. Dil ötmək, dil otu yemək, bunlar da bir-birindən sinonimdirlər. Cavabımız olur D variantı. 8-ci sual. Frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilmişdir. Ürəyi istəmək, ürək qızdırmaq deyil. Yola düşmək, əl-ayağa düşmək deyil. Yadına düşmək, üz ağartmaq deyil. Qəlbinə yol tapmaq, ürəyini əl almaq. Bunlar bir-birindən sinonim frazeoloji birləşmələrdir. Dünyadan dördəlli yapışmaq, hər şeydən əlini üzmək, bunlar bir-birinə antonimlərdir. 9-cu sual. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Şuşadan Tursiyaya gedən yol çox mənzərəlidir. Burada yoxdur. İsti yay günlərində hamı dəniz kənarına çıxır. Burada da yoxdur. Həmid qazançdan əlini üzmüşdür. Qazançdan əlini üzmək nədir? Frazeoloji birləşmədir. Cavabımız C variantıdır. 10-cu sual. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Ehtiyatsızlıqdan çanta əlindən yerə düşdü. Çanta həqiqətən də düşə bilər. Həqiqi mənadadır. Soyuqdan burnun ucu göynüyürdü. Burnun ucu soyuqdan həqiqətən göynüyə bilər. Həqiqi mənadadır. Bu xəbəri eşidəndə Nərman sanki cin atına mindi. Cin atına minmək nədir? Frazeoloji birləşmədir. Təzə lüğətdən 3 yeni söz götürmək lazım idi. Lüğətdən söz götürmək bu həqiqi mənadadır. Qılıncı var, gücü ilə düşmənin başına indirdi. Burada da yine həqiqi mənadadır. Cavabımız C variantıdır. 11-ci sual. Hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Həyəcandan əlləri əsirdi. Burada yoxdur. Valideynlərinə tez-tez baş çəkirdi. Baş çəkirdi nədir? Frazeoloji birləşmədir. Uşağın oynatdığı top yola düşmüşdü. Topun yola düşməyi burada həqiqi mənadadır. Məsələn, desə ki, qonaq yola düşdü. Bu frazeoloji birləşmə olar. Əlindəkilərin hamısını onun başına vurmuşdu. Burada həqiqətən əlindəki nəysə götürüb başa vurmaq olar. Amma başa vurmaq, bitirmək mənasında, başa qalxmaq mənasında olsa frazeoloji birləşmə olardı. O bir sözdən sonra lap əsəbləşdi. Burada da yoxdur. Cavabımız oldu B variantı. 12-ci sual. Cümlələrdən birində altından xətt çəkilmiş ifadə frazeoloji birləşmə deyil. Usturamasan gözə dəymirdi. Gözə dəymirmək frazeoloji birləşmədir. Polad dayaqlar üzərində körpülər quruldu. Həqiqətən də körpü qurula bilər. Bu frazeoloji birləşmə deyil. Dilə gəlməkdir, nəzər salmaqdır, gözdən itməkdir. Bunlar hamısı frazeoloji birləşmələrdir. 13-cü sual.
Sinonim frazeoloji birləşmələri müəyyən edin. Dərdən qabıqdan çıxmaq, gecəsini gündüzünə qatmaq. Bunlar bir-birindən sinonimdir. Ağlına batmaq, tədbir tökmək sinonim deyil. Dilə gəlmək, başa gəlmək sinonim deyil. Əldən, ayaqdan düşmək, nəfəsi kəsilmək sinonimdir. Əl almaq, canına yayılmaq sinonim deyil. Qulaq asmaq, ağzına su alıb oturmaq, bunlar da sinonim deyil. Cavabımız olur A variantı 1 və 4. 14-cü sual. Hansı cümlələrdəki frazeoloji birləşmələr antonimlik təşkil edir? Hasan Paşanın bu tədbiri xodkarın xoşuna gəldi. Burada xoşuna gəldi var. İndi görək xoşuna gəldinin əksi dəhşətə gəldi. Onunla əks deyil, vəcdə gəldi. Sinonim olar, antonim olmaz. Hərəkətə gəldi, yenə olmaz. Acığına gəldi. Xoşuna gəlməkdən acığına gəlmək nədir? Bir-birindən antonimdir. Cavabımız A variantıdır. 15-ci sual. Əsəbləşmək sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı bəndlədir? Ürək istəmə, daha doğrusu A variantında cin atına minmək, özündən çıxmaq və zəncir çeynəmək. Hamısı nədir? Əsəbləşmək sözünün frazeoloji birləşmə ilə ifadə olunan sinonimləridir. 16-cı sual. Frazeoloji birləşmələrlə bağlı səhv fikirdir. Tərkibindəki sözlər öz həqiqi mənalarını itirib məcazi mənada işlənir. Bu düzdür. Tərəfləri birlikdə bir leksik məna ifadə edir. Bu da düzdür. Tərəflərinə ayrı-ayrılıqda sual verilir. Səhv fikirdir. Frazeoloji birləşmələr cümlənin bütöv bir üzvü olurlar. Bütövlükdə bəli, cümlənin bütöv bir üzvü olurlar. Nitqdə xüsusi ifadəlilik, məcazilik yaradır. Cavabımız C variantıdır. 17-ci sual. Frazeoloji birləşmələrlə bağlı səhv fikirdir. Yalnız məcazi məna ifadə edir. Bəli. Forması dəyişmir deyir, əksinə dəyişir. Nədir forması dəyişmək? Yəni ki, məsələn, ağzına su alıb oturmaq məsdər formasındadır. Ağzına su alıb oturdu, keçmiş zamanda işləndi. Ağzına su alıb oturan fe'li sifət formasında işləndi. Yəni, forması dəyişmək, fərqli qrammatik şəkilçilər qəbul eləmək deməkdir. Tərkibindəki sözlər öz həqiqi mənalarını itirib məcazi mənada işlənir. Düzgün fikirdir. Əsas və asıl tərəf olmur, düzgündür. Nitqdə xüsusi məcazlıq, ifadəlilik yaradır. Bu da düzgündür. Cavabımız B variantıdır. 18-ci sual. Biri amonim frazeoloji birləşmə hesab oluna bilməz. Dilotu deməkdir, bir mənası var. Amonim frazeoloji birləşmə o deməkdir ki, bir ifadənin iki fərqli məcazi mənası olsun. Can vermək. Can vermək, yəni ölmək anlamında. Bir də can vermək, yəni həyat bəxş etmək anlamında. Başa vurmaq, bitirmək, bir də elədiyi hər hansı bir yaxşılığı başa qalxmaq mənasında. Ürəyi yanmaq, yazığı gəlmək, bir də susuzluqdan ürəyi yanmaq mənasında. Üz vermək, yəni üz göstərmək mənasında, bir də hər hansı bir hadisənin baş verməyi mənasında hamısı amonim frazeoloji birləşmələr kimi işlənir. 19. Biri amonim frazeoloji birləşmə hesab oluna bilər, demək, əldən düşmək yox, başa vurmaq, bəli, başa vurmaq, bitirmək mənasında, bir də başa qalxmaq mənasında amonim frazeoloji birləşmə olur. 20-ci sual. Bir frazeoloji birləşmənin həm özü, həm də onun sinonim və antonimi, baxın, A variantında öldürmək, bir dənə söz demək, frazeoloji birləşmədə nə sinonimlik, nə antonimlik yaratmaz. Ümumiyyətlə, bir dənə söz frazeoloji birləşmə deyil. Boğaza yığılmaq, təngə gəlmək, bunlar bir-birindən sinonimdir. Amma cana doymaq da bunun sinonimidir. Təngə gəlmək, cana doymaq bir-birindən sinonimdir. Amma can vermək antonimi deyil. Baş sındırmaq, ölçüb biçmək frazeoloji birləşmə deyil. Mürəkkəb fe'ldir. Cana doymaq, boğaza yığılmaq bir-birindən sinonimdir. Ləzzət almaq da antonimdir. Cavabımız olur Y variantı. 21-ci sual. Bir frazeoloji birləşmənin həm özü, həm də onun sinonim və antonimi hansı sıradadır? Zəhləsi getmək, acığı gəlmək bir-birindən sinonim olar, amma antonimi yoxdur. Burnunu sallamaq, burnunu sallamaq, burnunu sallamaq, qaşqabağı yer süpürmək, bunlar bir-birinə sinonim olar, amma sevinmək yenə frazeoloji birləşmə deyil. Söz vermək, vəd vermək bir-birinə sinonim olar, amma yola vermək onun antonimi deyil. Çiçəyi çırtlamaq, keyfi açılmaq bir-birinə sinonimdir. Qəm dəryasına batmaq antonimidir. Cavabımız D variantıdır. Cana gəlmək, can vermək bunlar da deyil. Cavabımız D variantı olur. 22-ci sual. Frazeoloji birləşmələrlə bağlı
Səhv fikri müəyyən edin. Əl etmək, anadan olmaq ifadələri frazeoloji birləşmə deyil. Bəli, ol, et, elə bunlar köməkçi feillərdir. Özündən əvvəlki sözlə birləşir, mürəkkəb feil əmələ gətirir. Frazeoloji birləşmə yox. Könlünə yatmaq və xoşuna gəlmək frazeoloji birləşmələri demək nədir? Sinonim frazeoloji birləşmələrdir. Könlünə yatmaq və xoşuna gəlmək sinonimdir. Bəli, düzdür. Qəlbinə dəymək, könlünü almaq frazeoloji birləşmələri bəli, antonimdir. Dərdə düşmək yalnız sabit, yola düşmək həm sabit, həm də sərbəst birləşmə kimi işlənə bilər. Bəli, nə deməkdir? Yəni dərdə düşmək sabitdir. Sabit də frazeoloji birləşmələrdir. Dərdə düşmək yalnız frazeoloji birləşmə kimi işlənir. Amma yola düşmək frazeoloji birləşmə kimi də sərbəst söz birləşməsi kimi də işlənə bilər. Qonaqlar yola düşdü deyəndə frazeoloji birləşmə, top yola düşdü deyəndə burada artıq sərbəst söz birləşməsi kimi düşünə bilərik. Duman çəkildi, yağış kəsdi ifadələri frazeoloji birləşmədir. Yanlışdır. Çünki baxın, çəkildi, nə duman, kəsdi, nə yağış. Biz bunların hər birini ayrı-ayrılıqda cümlə təhlil edə bilirik. Amma frazeoloji birləşmələri bütöv bir formada təhlil edirik. Cavabımız olur Y variantı. 23. Frazeoloji birləşmələrlə bağlı səhv fikri müəyyən edin. Könlünə toxunmaq və qəlbinə dəymək sinonim frazeoloji birləşmələrdir. Könlünə toxunmaq, qəlbinə dəymək. Bəli. Qaş qabağı yer süpürmək və bikef olmaq sinonim frazeoloji birləşmələrdir. Bax, bu yanlış. Çünki bikef olmaq frazeoloji birləşmə deyil. Bayaq da qeyd elədik. Ol, et, elə köməkçi feillərdir. Özündən əvvəlki sözlə birləşir, mürəkkəb feil əmələ gətirir. Dərdə düşmək və çiçəyə çıtlamaq antonim frazeoloji birləşmələrdir. Bəli, düzgün fikirdir. Anadan olmaq, doğmaq frazeoloji sinonim sayıla bilməz. Bəli, mürəkkəb feillərdir. Günəş doğdu və gün batdı ifadələri frazeoloji birləşmə deyil. Bəli, doğdu nə günəş, batdı nə gün ayrı-ayrı cümlə üzvləri kimi təhlil olunur. Cavabımız B variantıdır. 26. Bəndlərdən birində amonimliyi olan frazeoloji birləşmə işlənmişdir. Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırmaq istəyirdi. Baxın, burada oynadır, dilə tutub yatırmaq istəyirdi. Burada dilə tutmaq frazeoloji birləşmədir, amma amonimliyi yoxdur. Bəs sən niyə belə əl-ayağa düşmüsən? Əl-ayağa düşmək frazeoloji birləşmədir, amma amonimliyi yoxdur. Rejissorun Oktay gözü götürmür. Gözü götürmək frazeolojidir, amma amonimliyi yoxdur. Vurdu başa öz ömrünü, yəni ömrünü başa vurmaq. Başa vurmaq dedik ki, nədir? Bir-birinə amonim frazeoloji birləşmələrdir. Qulağına dəydi frazeolojidir, amma amonimliyi yoxdur. 25. Sən ey şeirlərindən xalqa can verən şair, sən ey dünən kimsəsiz təkcə can verən şair. İşarələnmiş ifadələr haqqındakı fikirlərdən yanlış olanı hansıdır? Demək, hər iki nümunədə sözlər ilkin leksik mənalarını itirib. Bəli, çünki frazeoloji birləşmədir. Bu düzdür. Amonim frazeoloji birləşmələrdir. Bəli, xalqa can verən, yəni xalqı dirildən, bir də təkcə can verən, yəni ölən anlamındadır. Məcazi məna daşıyır. Bəli, frazeoloji birləşmədirsə, demək məcazi mənada işlənmiş olur. İkinci misradakı can verən frazeoloji birləşməsinin antonimi dünyaya göz açandır. Demək, təkcə can verən. Bəli, antonim nədir? Dünyaya göz açan. Birinci misradakının sinonimi dirildən sözdür. Bax, bu yanlışdır. Çünki bir dənə söz frazeoloji birləşmə olmur. 26-cı sual. Can deyib can eşitmək ifadəsinin leksik mənası ilə bağlı səhvi müəyyən edin. Xoşu gəlmək ifadəsi ilə sinonimdir. Elə səhv budur. Frazeoloji birləşmədir. Düzdür. Tərkibindəki sözlər məcazi məna daşıyır. Düzdür. Frazeoloji antonimi kölgəsini qılınclamaqdır. Düzdür. Mehriban olmaq mənasındadır. Bu da düzdür. 27. Dərdən qabıqdan çıxmaq ifadəsinin leksik mənası ilə bağlı səhvi müəyyən edin. Frazeoloji antonimi əlini ağdan qarıya vurmamaq. Bəli, bu düzdür. Frazeoloji birləşmədir. Düzdür. Tərkibindəki sözlər məcazi məna daşıyır. Düzdür. Çox çalışmaq mənasındadır. Düzdür. Özündən çıxmaq ifadəsi ilə sinonimdir. Bax, bu səhvdir. Cavabımız olur Y variantı. 28. Hansı cümlədə amonimli olan sabit söz birləşməsi işlənib?
Qılınclar, nizələr keçdi döyüşdən, cəllada can verdi. Baxın, can vermək nədir? Amonim frazeoloji birləşmədir. 2-də söz vermək, amonim frazeoloji birləşmədir. 3-də bədnəzərdən yayınmaq frazeolojidir, amma amonimliyi yoxdur. Sarvan dəqiq cavab vermir, cavab vermək, dilini sürmək frazeolojidir, amma amonimliyi yoxdur. Üz vermək də nədir? Amonim frazeoloji birləşmədir. Cavabımız olur B variantı 1, 2, 5. 29. Bir-birinin sinonimi olan frazeoloji birləşmələrdir. Cana doymaq, baxın burada cana doymaq, boğaza yığılmaq, təngə gəlmək bir-birindən sinonimdir. 30. Bir-birinin sinonimi cin atına minmək, zəncir çeynəmək, bunlar bir-birindən sinonimdir. Demək, bir də onda özündən çıxmaq. 1, 2 və 6. 31. Hansı nümunələrdə frazeoloji birləşmələr cümlənin baş üzvləri yerində işlənibdir? Gözünün acısını almaq onun adəti idi. Onun adəti idi nə? Gözünün acısını almaq. Gözünün acısını almaq frazeoloji birləşmədir və mübtəda vəzifəsində işlənib. O, rəisin otağından çıxanda qaşqabağı yer süpürürdü. Nə edirdi? Qaşqabağı yer süpürürdü. Frazeoloji birləşmədir və xəbər vəzifəsində işlənibdir. Ağlım kəsməyən işləri etmərəm. Nəyi işləri, hansı işləri? Ağlım kəsməyən işləri. Ağlım kəsməyən frazeoloji birləşmədir, təyin vəzifəsindədir. Qatarın yola düşməsinə az qalmışdı. Az qalmışdı nəyə? Qatarın yola düşməyinə. Qatarın yola düşməyi frazeoloji birləşmədir, amma tamamlıq vəzifəsindədir. Özündən çıxmaq sənə yaraşmaz. Yaraşmaz nə? Özündən çıxmaq. Burada nədir? Frazeoloji birləşmə baş üzvdür. Mübtəda vəzifəsindədir. 1, 2 və 5 doğru cavabımız olur. 32. Sözlərin mənalarına uyğun olan frazeoloji birləşmələri müəyyən edin. Demək, inad etmək nədir? 2 ayağını bir başmağa dirəməkdir. Məhv etmək hansı anlamda işlənir? Yəni, külünü göyə sovurmaq olar, bir də axırına çıxmaq olar. Çaşıb qalmaq, kələfin ucunu itirmək, başqa da yoxdur. 1-ə C, 2-yə A, Y, 3-ə də B yazırıq. 33. Cümlələrdəki frazeoloji birləşmələrin antonimlərinin ardıcıllığını müəyyənləşdirin. İncidəndə gərək könlünü almaq frazeoloji birləşmədir. Bunun antonimi xətrinə dəyməkdir. Bunlara yiyə durmaq frazeoloji birləşmədir. Antonimi boynundan atmaqdır. Yaxasını kənara çəkdi, frazeoloji birləşmədir, boynuna götürmək. İşin həll olunduğunu görəndə keyfi duruldu, bunda antonimi qanı qaraldı. 3, 2, 4, 1. 34. Cümlələrdəki frazeoloji birləşmələrin antonimlərinin ardıcıllığını müəyyənləşdirin. Gərək küskün olanın könlünü oxşayasan. Könlünü oxşamaq, yəni antonimi nə olar? Xətrinə dəymək. İşin həllini kimsə boynuna almalıdır. Boynuna almaq, antonimi yaxasını kənara çəkmək. Oğlan hələ də ağzına su alıb otururdu. Ağzına su alıb oturmaq, antonimi dilotu yemək. Dostlarını görəndə keyfi açıldı. Keyfi açıldığının antonimi qanı qaraldı. 3, 2, 4, 1. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.